Hamınıza salamlar. Necəsiniz? Yaxşısınızmı? Ümid edirəm ki, yaxşısınız. Bugün sevincli bir video olmayacaq dostlar. Niyə? Onu deyirəm. Onun səbəbi isə birisi Köçməliyev ölübdü. Allah rəhmət eləsin. Yer cənnət olsun deyək. Bugün biz onun məzarını ziyarət edəcəyik və nə var nə yox edəcəyik. Özüm qurmuşam. Hadi girək. Girdim. Bir dənə deyəm. Və girək. Gördüyünüz kimi. Gəldi məzarına. Allah rəhmət eləsin. Yenidən. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yeri cənnət olsun deyək. Aqa be. Nə yaxşıdır. Onun adı artıq qızıl hərflərlə yazılacaq. O ruslar da Allah ağlı versin də ağlı da verəcək inşallah. Amin. Ruslar da bilirsiniz ki, nə qədər pisliklər eləyibdi bizə və o pisliklər hələ də qalmayıbdı. Bilirsiniz. Və yenidən gedib ziyarət edəcəyik. Həmişə də ziyarət eləmək olmaz. Yəni, bir dəfə getdik, sonra da o bir gün artıq qaldı. Və dostlar, sağ olun. Artıq Hökməliyevanın adı qızıl hərflərlə yazılacaq. Qəhrəmanlığını göstərdi, hamıya yaxşılığını bildirdi. Sağ olun. Bay bay. Görüşənədək. Və Hökməliyev üçün də bura rozet atım. Sən belə kralsan. Və bir də nə vaxt görəcəksən, bilmirəm. Sağ ol və bay bay. Sizə də dostlar sağ olun bildirəm. Sağ olun ki, mənə də dəstəklədiniz, yəni abunə oldunuz da dediniz. Mənim qəşəng şeydir. Sağ olun, Allah yenidən rəhmət eləsin Hökməliyevaya.